Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt şəhər Polis İdarəsinin birgə təşkilatçılığı ilə şəhər ərazisində yol hərəkəti qaydalarının pozulmasının qarşısını alması məqsədi ilə geniş miqyaslı maarifləndirici kampaniya davam etdirilir. Kampaniyanın əsas məqsədi piyadalar arasında yol hərəkəti təhlükəsizliyi ilə bağlı məlumatlığı artırmaq və onların qanunvericiliklə müəyyən olunmuş qaydalara riayət etmələrini təşviq etməkdir. Prosesə şəhər üzrə fəal gənc könüllülər də cəlb olunub. Yolu yanlış keçmisiniz, zəhmət olmasa buna diqqət edin də. Sizin həyatınız üçün də təhlükəlidir və nəqliyyat üçün də təhlükəlidir. Ona görə piyada xəttləri qoyulubdur. Zəhmət olmasa yolunuz uzun belə olsa oradan keçməyə diqqət edin və bunu bütün yaxınlarınıza bildirin. Piyadalar üçün səki nəzərdə tutulubdur. Zəhmət olmasa o səkilərdən istifadə edin. Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər Polis İdarəsinin birgə keçirilmiş maarifləndirici bir tədbirdir. Cərimə olunmuşsa, sadəcə bu xəbərdarlıq olunmuşsa. Qarşı tərəfdə piyada keçidi var. Zəhmət olmasa öz sağlamlığı üçün o keçiddən keçin. Statistik təhlillərə əsasən son dövrlərdə Sumqayıt şəhərində baş verən yol nəqliyyatı hadisələrinin əksəriyyəti piyadaların yol hərəkəti qaydalarını pozması, xüsusilə də yol keçidlərindən düzgün istifadə etməməsi ilə bağlıdır. Məhz bu səbəbdən də maarifləndirmə kampaniyasının əsas hədəfi piyadalar arasında davranış qaydalarının təbliği və yol hərəkəti mədəniyyətinin formalaşdırılmasıdır. İlkin mərhələdə kampaniya maarifləndirici xarakter daşıyır. Sakinlərə yol hərəkəti qaydaları izah edilir və düzgün keçid vərdişləri aşılanır. Növbəti mərhələdə isə qayda pozuntularına yol verən şəxslər barəsində müvafiq inzibati tədbirlərin görülməsi nəzərdə tutulur. Bu təşəbbüs yol hərəkəti iştirakçıları arasında təhlükəsizliyin təmin olunması və vətəndaş məsuliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.